mətləbə keçək. Bu ildə eyni şey edirsən. Səhər tezdən durursan, axşama qədər yemirsən və elə bilirsən ki, nəsə böyük bir şey baş verir. Elə bilirsən ki, mədən boş qalanda ruhun təmizlənir. Yanılırsan. Özünü aldatma. Ruhun təmizlənməsi üçün sadəcə qidanı kəsmək kifayət olsaydı, dünyanı aclıq çəkənlər xilas edərdi. Amma etmirlər. Baltasar Gracian The Art of Worldly Wisdom əsərində deyirdi ki, insan təbiətini dəyişmək çətindir, amma onu idarə etmək mümkündür. Sən isə idarə etmirsən, sən sadəcə aclığa dözürsən. Orucun səni saflaşdıracağına inanırsansa, sənə pis xəbərim var. Heç bir ritual səni avtomatik olaraq yaxşı insan etməyəcək. Ruhun bir konveyer deyil ki, bir tərəfdən aclığı daxil edəsən, o biri tərəfdən müqəddəslik çıxsın. Əgər daxilindəki çirkinliyi şuurunla təmizləmirsənsə, o sadəcə ac qalmış bir çirkinlik olaraq qalacaq. Bilirəm, indi içində bir qıcıq yarandı. Mənə qarşı bir müdafiə mexanizmi qurursan. Mən ibadət edirəm deyirsən. Amma gəl dürüst olaq, ən azından özünə qarşı. Əgər sən gün boyu hər 10 dəqiqədən 1 saatına baxıb iftarı gözləyirsənsə, əgər ac olduğun üçün ətrafındakilara qarşı daha aqressivsənsə, əgər tək dəyişən şey yemək saatlarındısa, sən saflaşmırsan. Sən sadəcə ritual icra edirsən. Bir robot da proqramlaşdırıla bilər ki, 12 saat enerji qəbul etməsin. Bu onu şuurlu varlıq edirmi? Yox. Saflaşma mexaniki bir proses deyil. Sən divar rəngləmirsən ki, bir qat vurasan və hər şey təzə görünsün. Bu, daxili memarlıqdır. Əgər orucun sənə verdiyi o boşluqda özünü müşahidə etmirsənsə, o aclıq hissi sənə daxilindəki heyvanı göstərmirsə, deməli, vaxtını boşa xərcləyirsən. Mədən boşalanda daxilində yaranan o səssizlikdə hansı səsləri eşidirsən? Şikayət, nifrət, yoxsa həqiqət? Gracian haqlı idi. Təbiətin eynidir. Oruc bitən kimi yenə həmin egoist, həmin qeybətçil, həmin qəzəbli insan olacaqsan. Niyə? Çünki sən reaksiyalarını analiz etmirsən. Özündən soruş. Ac olanda niyə qışqırırsan? Niyə səbrin tükənir? Səni əsəbləşdirən o aclıqdır, yoxsa daxilində illərdir gizlətdiyin zəifliklərdirmi? Aclıq sadəcə bəhanədir, o sənin maskanı düşürür. Sükan arxasında kimsə yolunu kəsəndə içində oyanan o vəhşi hissi tutabilirsənmi? Yoxsa orucam deyib hamını günahkar çıxarırsan? Sosial mediada başqasının xoşbəxtliyini görəndə daxilində yaranan o kiçik qısqanclıq sancısını hiss edirsən. Bax, oruc budur. O sancını hiss edib, onu analiz edib, mən niyə beliyəm sualını özünə verməkdir. Əgər sən zəif nöqtələrini tanımırsansa və onları idarə etməyi öyrənmirsənsə, onda sən sadəcə ac qalırsan. Dəyişiklik şuur tələb edir. Saflaşma mexaniki deyil, o şuurlu daxili memarlıqdır. Hər kərpicini özün qoymalısan. Hər bir reaksiyanı, hər bir düşüncəni tək-tək süzgəcdən keçirməlisən. Bu gündən etibarən seçim sənindir. Ya sadəcə pəhriz saxlayan, axşamı və bir aylıq müddətin bitməsini gözləyən bir ritual icracısı olacaqsan, ya da daxili dünyasını yıxıb yenidən inşa edən bir memar. Unutma, mədənin boşluğu ruhun doluluğu demək deyil. Allah orucunuzu qəbul eləsin.